Əziz tələbələr, hər birinizi salamlayıram. Mən Zahid Məmmədov, Master Alfa Tədris Mərkəzinin informatika müəllimi. Bu günləri sizlə informatikadan mövzu sınağı bir imtahanının suallarına baxacağıq. Deməli, bizim ilk sualımızda deyilir ki, kompüterlərin təsnifatına görə uyğunluğu müəyyən edin. Biz bilirik ki, təyinatına görə kompüterin üç növü var. Universal, problem yönlü və ixtisaslaşmış. Məsələn, bizim istifadə etdiyimiz kompüterlər universaldır. Orada hər bir işi yerinə yetirə bilirik. Problem yönlü kompüterlər müəyyən bir problemin, məsələnin həlli üçün yaradılan kompüterlərdir. İxtisaslaşmış isə əsasən, məsələn, gəmilərdə, təyyarələrdə, bu tipli yerlərdə müəyyən bir işi yerinə yetirmək üçün ixtisaslaşan kompüterlərdir. Bir B variantı olacaq. Variantlarla işlədikdə artıq görürük ki, burada bizim iki cavabımız qalır. İşləmə prinsipinə görə isə kompüterlərin üç növü var idi. Analoq kompüterlər, rəqəmsal və hibrid kompüterlər. 2-də D variantı uyğun gələcək. Avtomatik olaraq cavab çıxdı və element bazasına görə də biz bilirik ki, birinci nəsil kompüterlərdə elektron lampalar, ikincidə tranzistor, diod və ya yarım keçiricilər, üçdə integral sxemlər, dörddə isə böyük və ya çox böyük integral sxemlər olur. Ona görə də üçdə də A variantını götürəndə doğru cavabımız olacaq. Baxın bu variant. Növbəti sualda deyir ki, alqoritmin icrasından sonra C dəyişəninin hansı qiyməti çap olunacaq? Bu bizdə modifikasiyalı dövr alqoritmdir. Yəni, dövrlərin sayı əvvəlcədən bəlli olan alqoritmə modifikasiyalı dövr alqoritm deyilir. Burada bizə C-nin qiyməti 4 verib və i-nin qabağında 3 dənə rəqəm yazılıb. Verilən birinci rəqəm i-nin başlanğıc qiyməti olur, ilk qiymətidir. Verilən ikinci rəqəm i-nin ala biləcəyi son qiymətdir. Sonuncu rəqəm isə i-nin artım vahididir. Yəni, i başlanğıcda 2 olacaq və hər dəfə o 3 artacaq. Sonda isə gəlib 10-a qədər qiymətlər ala bilər. Məsəl üçün, i-nin başlanğıc qiyməti olacaq 2, 3 vahid artanda növbəti qiyməti olacaq 5, 3 vahid artanda növbəti qiyməti olacaq 8. Çünki artıq bir dənə də 3 artsa, bu son qiyməti keçər. Burada modifikasiyalı alqoritmlərdə bu son qiymətə qədər qiymət ala bilər. Hətta birdən son qiymətin özünə də düşsə, o da ala bilər. Amma əsas bunu keçməsin. Deməli, ilk qiymətimiz 2-dir, son qiymətimiz 10-a qədərdir və artan vahidimiz 3-dür. Və təkrar edirəm, əgər birdən onun özünə düşsə, onun özünü də ala bilər. Və bir də bu tipli suallarda əgər artım vahidi verilməsə, qayda belədir ki, o zaman 1-1 artır. Məsəl üçün, deyək ki, bunu verməsə, siz bilməlisiniz ki, burada neçə-neçə artmalıdır? 1-1 artmalıdır. İndi gəlirik burada nəyə baxırıq? Bəzən bizdən bu suallarda məntiqi bir sual verir. Məsələn, deyir, dövrlərin sayı nə qədərdir? İnin neçə dənə qiyməti varsa, o qədər dövr var. Yəni, birdən məndən bu sualda dövrlərin sayını soruşsaydı, cavab elə 3 olardı. Məndən isə S-nin son qiymətini istəyir. O zaman mən bunu həll etməliyəm. Deməli, C-nin qiyməti, iç qiyməti verilib 4, i-nin iç qiyməti verilib burada 2 və düşürəm aşağıda bunu həll etməyə. C üstə gəlinsin, 2 vurulsun i. Yəni, C-nin yeni qiymətini tapmaq istəyirəmsə, C-nin üzərinə gələcəm, 2 vurulsun i. I-nin də iç qiyməti 2-dir. 2-ni 2-yə vuranda bu deyir 4, toplayanda C-nin yeni qiyməti oldu 8. Buradan, baxın, yenidən düşürəm aşağıya, gəlirəm bura, qayıdıram təzədən bura. Bura təzədən niyə qayıtdım? Bu səfər i-nin növbəti qiymətini yoxlayacağam. Yəni, bu səfər i-nin yerinə artıq 5 qoyacağam. İndi i-nin yerinə 5 qoyanda, C-nin də təzə qiyməti 8-dirsə, 8 üstə gəlinsin. 2-ni 5-ə vuranda neçə edir? 10. Toplayanda oldu 18. İndi C-nin yeni qiyməti 18-dir. Və biz buradan yenə bir dəfə qaydırıq buradan bura. Yenə gəlib bura çatanda. Niyə bura qayıtdıq? Bu səfər i-nin sonuncu qiymətini yoxlayacaq. I-nin son qiyməti 8-dir. İndi C-nin də yerinə təzə qiymətini qoyanda C-nin yerinə qoyuram 18. I-nin də yerinə son qiyməti 8-dir. 2-ni 8-ə vuranda edir 16 və bunları toplayıram. Toplayanda edir 34.
İndi buradan bura qaydanda artıq i-nin yoxlamağa başqa bir qiyməti qalmadı. I-nin başqa bir qiyməti qalmadısa, belə olanda biz çıxışa gedirik və proses bitir. C dəyişəninin son qiyməti neçə oldu? 34. Yazıb ki, bunları artan sırayla düzün. Artan sırayla düzün deyəndə mən bunları eyni ölçü vahidinə gətirəcəm. Məsələn, bunların hamısını byte-la hesablaya bilərəm. Əvvəla, məsələn, 2 üstü 49 biti bayta çevirəndə bizdə ölçü vahidlərinin ardıcıllığı belədir də. Bit byte, kilobayt, megabayt, gigabayt, terabayt. Bitdən bayta keçsəm, nəyə bölməliyəm? 2 üstü 3-ə, yəni 8-ə. 2 üstü 49 ədədini də 2 üstü 3-ə böləndə bu bizə verəcək 2 üstü 46. Bu ədədi böləcəm 2 üstü 3-ə, bir-birindən üstlər çıxılacaq və burada qalacaq 2 üstü 46. Deməli, birincisi 2 üstü 46 baytdır. İkincisi zaten 65536, bu ədəd 216 deməkdir. Yəni bu 216 baytdır. Elə hazır baytlandır. Bəs gigabaytı biz necə çevirə bilərik bayta? Diqqətlə baxsanız, gigabaytdan megabayta 210 dəfə fərq var. Megabaytdan kilobayta bir dənə də 210. Kilobaytdan bayta bir dənə də 210. Yəni toplamda bunların arasında 230 fərq var. Ona görə də 2 gigabaytı biz bayta çevirəndə bu ədədi vurmalıyıq 2 üstündə 30-a. Bu özü də 2 üstü 1-də axı. Üstlər toplanır, bu bizə verir 2 üstündə 31 bayt. Son olaraq megabayta çevirəcəm. Megabaytdan isə bayta çevirəndə megabaytdan kilobayta 210, buradan da bura bir dənə də 210, yəni toplamda 2 üstü 20 arada fərq var. Ona görə 16 rəqəminin özünü 2 üstü 4 kimi yazıram və bu megabaytı bayta çevirəndə 2 üstündə 20 vururam. Bu da edir 2 üstündə 24 bayt. İndi bunları balacadan böyüyə düzməyimizi istəyirsə, bunların içində ən balacası budur, 216-dır. Sonra gələcək bu, sonra gələcək bu, ən böyüyü isə budur. 2, 4, 3, 1. Cavabımız A variantı. İlkin proqramı maşın dilinə çevirən proqramlar translator adlanır və translatorlar özləri də ikiyə ayrılır. İnterpretator və kompilator. İnterpretator hər bir kodu, hər bir operatoru hissə-hissə tərcümə edir, hissə-hissə çevirir və ya dərhal tərcümə edir, amma kompilator isə bütövlükdə tərcümə edir. Bu isə bizdən ümumilikdə soruşur ki, çevirən proqram necə adlanır? Ona görə sualımızın cavabı translatordur. Onluq say sistemində verilmiş ədədlərdən hansı biri 60 ədədinə uyğun gəlir? Birinci növbədə bu ədədi burada qeyd edirəm. 1, 1, 1, 0, 0, 1. Bunu mən indi ikili say sistemindən çevirəcəm onluq say sisteminə. İkili say sistemindən onluq say sisteminə çevirəndə axırdan başlayaraq üzərinə yazırıq. 0, 1, 2, 3, 4, 5. Əslində qüvvətlər qaydasından da istifadə edə bilərik, amma mən bu qayda ilə deyəcəm. Gəlirəm burada. 1 vurulsun 2 üstündə 5. 1 vurulsun 2 üstü 5. 1 vurulsun 2 üstü 4. 1 vurulsun 2 üstü 3. Sıfıra vurmayacağım. Çünki ədəd 0 verəcək. Ən sonda isə 1 vurulsun 2 üstü 0. Bu verir bizə 32, bu verir bizə 16, bu verir bizə 8, bu da verir bizə 1. Toplayanda neçə edəcək? 57. Bu bizə 60 vermədi. Deməli, A olan variantları çıxır. Böyük ehtimal isə artıq bu B olan B variantı uyğun gələcək. Bunu indi bir dənə burada qeyd edirəm. Böyük ehtimal hərəsindən bir dənə uyğun gələcək və bu da uyğun gələcək. Üstünə sondan başlayaraq yazıram. 0, 1, 2, 3, 4, 5. 1 vurulsun 2 üstü 5. 1 vurulsun 2 üstü 4.
Bir vurulsun 2 üstü 3 və bir vurulsun 2 üstü 2. Və bəli, bunu toplayanda 32, 16, 8 və 4 toplayanda eləyəcək 60. Cavablarımızdan biri B-dir. İndi qaldı C yoxsa D. 16-lıqdan da onluğa çevirəndə yenə üzərinə 0, 1, 2 yazıb vurma qaydasından istifadə edə bilərəm və ya bu səfər qüvvətlər qaydasından istifadə edib 16-nın qüvvətlərini qeyd edə bilərəm. Amma mən yenə də vurma qaydasından istifadə edəcəm. 3 C ədədi 16-lıqdadır. Bunu çevirək onluq. Yenə üstünə yazıram. 0, 1. Bu səfər 3-ü vuracam 16 üstü 1-ə. C də bizdə A 10-dur, B 11-dir, C 12-dir. 12-ni vuracam 16 üstü 0-a. 3-ü 16-ya vuranda 48, 12-ni 1-ə vuranda 12 və 48 ilə 12-ni toplayanda həqiqətən də 60 verir. Ona görə də bir də cavabımız C olacaq. Doğru olmayan ifadələri seçin. Yazıb ki, meqabot yaddaş tutumunun ölçü vahididir. Yaddaş tutumunun ölçü vahidlərində belə bir ölçü vahidi yoxdur. Bizdə bit, byte, kilobayt, megabayt, gigabayt, terabayt, petabayt, exabayt, zetabayt və yotabayt var. Yəni, meqabot deyilən bir yaddaş tutumunun ölçü vahidi yoxdur. Bu doğru deyil və məndən də bunları istəyir. Doğru olmayan. Ona görə məndə bir mütləq cavablarda olmalıdır. Streamer verilənləri maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur. Bu tamamilə düzdür. Maqnit lenti xarici yaddaş qurğusudur və bunun digər bir adı da streamerdir. Ona görə 2 doğrudursa, 2-ni götürməyəcəm. Skyner periferiya qurğularını idarə edir, yanlışdır. Skyner informasiyanı daxil edən qurğudur və informasiyanı qrafik formada daxil edir. Yəni şəkil kimi. Ona görə 3-də burada yanlış verilib, 3-ü də götürməliyəm və avtomatik olaraq cavab çıxdı. Bir də 7. 4-də məsəl üçün deyir ki, Smooth kompüter haqqında verilənləri uzun müddət yadda salır. Bəli, vaxtı, tarixi, konfiqurasiyanı yadda saxlayır. Şin prosesorla yaddaş və kontroller arasında verilənlərin və idarəetmə siqnallarının ötürülməsini təşkil edirmi? Düzdür. Kontroller idarə qurğusudur. Giriş-çıxış qurğularını prosesorla əlaqələndirir. Bəli. Bir dənə burada 7 səhvdir. Çünki yazıb ki, plotter giriş qurğusudur. Plotter informasiyanı çap edən bir çıxış qurğusudur. Böyük həcmli informasiyaları daha dəqiqliklə çap edə bilən bir qurğudur. Aşağıdakı alqoritmin yerinə yetirilməsi nəticəsində C dəyişəninin qiymətini hesablayın. A-nın başlanğıc qiyməti verilib 14, B-nin qiyməti verilib 30. Gəlirəm aşağıda qiymətləri yerinə qoyuram. B-nin yeni qiymətini hesablamaq üçün bu ifadəni hesablayıram. B-nin qiyməti 30-dur. Çıxılsın. 2-ni aya vururam, yəni 14-ə. 2-ni 14-ə vuranda neçə edəcək? 28. Və bunu bundan çıxanda nə qalacaq? 2. Deməli, B-nin yeni qiyməti 2-yə bərabərdir. İndi düşürəm aşağıda şərti yoxlamaq. Biz bu şərti yoxlayanda, əgər şərt doğrudursa birinci misalı, şərt yanlışdırsa ikinci misalı həll etməliyik. Yəni, A B-dən kiçikdirsə bunu həll edəcəksən, D isə bunu həll edəcəksən. İndi baxaq görək. A-nın qiyməti dəyişməyib. A hələ də 14-dür. Amma B-nin qiyməti artıq 2-dir. Ona görə də 14 2-dən kiçikdirmi? Xeyr. Əgər bu düz olsaydı, mən birincini həll edərdim. Şərt doğru olmadığına görə mən burada ikinci misalı, yəni bunu həll etməliyəm. Burada deyir ki, C-ni tapmaq üçün bu ifadəni hesabla. A-nın qiyməti hələ də 14-dür. Üstə gəlinsin. B-nin də təzə qiymətini yerinə qoyanda 2-ni elə 2-yə vuranda edir 4. Toplayanda 18 eləyəcək. C dəyişəni ən sonda 18 qiymətini alacaq. Unicode standartında biz bilirik ki, hər bir simvol 2 baytdan hesablanır. Bitlə soruşsaydı 16 bit, baytla soruşsaydı 2 bayt. Burada simvolların hamısını saymalı və 2-yə vurmalıyam. Dırnaqlar zaten nəzərə alınmır, onu burada qeyd eləmişik. Boşluqlar isə nəzərə alınmalıdır. Respublika sözündə 10 hərf var. Birincilərinin sözündə 14 hərf var. Oldu 24. Məkanı 6 hərfdir. 30. Master alfa 10 hərfdir. 40.
3 dənə də burada boşluq var. Bir, 2, 3. Yəni toplamda 43 simvollu bir sözdür. Hər simvolda 2 baytdan yaddaşda yer tutursa, bu 86 bayt yer tutacaq. Arxivləşdirmə proqramlarına aid olmayanlar. Zip-lə olanlar, məsələn, bu arxivləşdirmədir. Məndən aid olmayanları soruşur. Bunları çıxıram. Power Archiver, bu arxivləşdirmədir. Bunu çıxıram. Qaldı bax bu variantlar. Buradan da isArch, bu da bir arxivatordur. Ona görə 3-ü də çıxıram. Aid olmayanlar C variantıdır. İkinci proqram, bu proqram üç ölçülü qrafik redaktorlarda var. Bu verilənlər bazasıdır. Maple üsul yönlü proqram təminatında var. Ingress verilənlər bazasıdır. Deməli burada birinci növbədə bunlara x-lərin yerinə hansı rəqəmlər uyğun olacaq? Bizdən bunu soruşur. Birinci növbədə mən başlayıram x hissədən. Burada bərabərliyin sol tərəfi 16-lıq say sistemindədir. Sağ tərəfi isə 10-luq say sistemindədir. Onda biz sadəcə burada sol tərəfi 10-luğa çevirməliyik. Bunu tənlik formasında həll edəcəyik. 16-lıq say sistemindən 10-luğa çevriləndə buraya yazıram. Bx və 16-dadır. Və bunu 10-luğa çevirmə qaydası eynidir. Üstünə yazıram 0, 1, 2, 3, 4 belə. Yəni vurma qaydası ilə yazıram. Yazandan sonra B-miz 11-dir. B vurulsun 16 üstü 1. Yəni 11 vurulsun 16 üstündə 1 plus x-i bilmədiyim üçün belə də qalacaq. X vurulsun 16 üstü 0. Bərabərdir 183-ə. Da 183-ü çevirməyə ehtiyac yoxdur. Çünki bu zaten onluq say sistemindədir. 11-i 16-ya vuranda 176 edir. Üstə gəlirsin. Bu 16 üstü 0 bizə 1 verir. 1-i də x-ə vuranda edir də x bərabərdir 183-ə. X bərabərdir 183-dən 176-nı çıxırsan, eləyir 7. Deməli, burada x-in yerində 7 olmalıdır. Bu da Y variantında var. Bir Y variantı olacaq. Bu variantlar getdi. Gəldim indi ikinci hissəni yenə eyni qayda ilə hesablamaq. İkinci hissədə bu ikili say sistemində olduğuna görə o x-in yerində ya 0 olacaq, ya da 1 olacaq. Çünki ikili say sisteminin əlifbasındakı simvollar sıfırlardan və birlərdən ibarətdir. Yenə də bunu eyni qayda ilə həll edəcəm. Bərabərliyin sol tərəfini onluq say sisteminə çevirəcəm, sağ tərəfi isə zaten onluq say sistemindədir. Buranı da çevirməyə ehtiyac yoxdur. Gəlirəm bu ifadəni yazıram. 1, 1, 0, burada x, 0, 1. Baxın bu. Bu ifadəni indi eyni qayda ilə çevirəcəm nəyə? Onluq say sisteminə. Üzərinə yazıram, axırdan başlayaraq yazıram. 0, 1, 2, 3, 4, 5. 1 vurulsun 2 üstü 5. 1-i 2 üstü 5'e vuranda 32 eləyəcək. 1 vurulsun 2 üstü 4, 16 eləyəcək. 0'a vurmuram. X vurulsun 2 üstü 2. 2 üstü 2 4 edir. 4'ü də x'e vuranda elə 4x eləyir. Plus. Yenə 0'a vurmuram. Və ən axırda 1 vurulsun 2 üstü 0, bu da bizə 1 verir. Bərabərdir 49. Buradan alınır ki elə 49 üstə gəlinsin 4x bərabərdir 49'a. 4x bərabərdir 0'a. Elə x də bərabərdir o zaman 0. Yəni 2-də D variantı olacaq. Cavab artıq çıxdı, amma sonuncunu da izah edəcəm, çünki sonuncu maraqlıdır. Tələbələr burada çox vaxtı bu ikisini tapırlar, amma sonuncuda biraz çətinlik çəkirlər. Niyə? Çünki sonuncuda bərabərliyin həm sol tərəfində, həm də bərabərliyin sağ tərəfində bir x var. İndi gəlin baxaq görək biz burada nə edə bilərik? Bunu necə əldə edə bilərik? Bu sualda isə artıq yenə də bərabərliyin sağ tərəfindəki o 16-lıq say sistemində olan ədədi 10-luğa çevirəcəm. Gəlirəm burada.
Bu 16-lıq say sistemində olan bu ədədi onluğa çevirirəm. Yenə eyni qayda ilə x 3 aşağısında 16-dır. Bunu onluğa necə çevirirəm? Üstünə yazıram 0, 1 belə. X vurulsun 16 üstü 1. X vurulsun 16 üstü 1. Elə bu bizə 16x verəcək. Ona görə mən bunu yerinə birbaşa yazıram. 16x plus 3 vurulsun 16 üstü 0. 16 üstündə 0 bizə 1 verir. 1-i də 3-ə vuranda elə alınır 3. Bərabərdir. Bu tərəfi çevirdim. Bəs bunu nə edəcəm? Bu onsuz da onluq say sistemindədir. Bunu da mərtəbələr ayıracağam. Onluq say sistemində təklik, onluq, yüzlük, belə mərtəbələr var da. Məsələn, 53 ədədini mərtəbələrə ayıranda burada 5 dənə onluq var. 5 vurulsun onluq və 3 dənə də təklik mərtəbəsi var. 3 vurulsun 1. Mərtəbələrə ayırma, düzdürmü? Burada da bunun onluq mərtəbəsində x var, yəni 10 vurulsun x plus təklik mərtəbəsində də 9 var. Yəni 9 vurulsun 1. Bu tərəfi onluğa çevirdim, amma bu tərəfi mərtəbələrə ayırdım. İndi x-ləri bir-birindən çıxanda 16x-dən 10x-i çıxanda qalır 6x bərabərdir. 9-dan da 3 çıxanda 6-ya, x də bərabərdir 1-ə. Deməli, bu üçüncüdə də x-in yerində 1 olmalıdır. Həqiqətən də uyğun gəlir. Keçən illəri qəbula home düyməsi düşmüşdü. Klaviaturada home düyməsi basıldıqda kursor mövqeyini hara dəyişir? Home düyməsi vurulanda kursor sətrin əvvəlinə, amma end düyməsi vurulanda kursor sətrin sonuna hərəkət edir. Bu sualda cavabımız D variantıdır. Burada yazıb ki, şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, onun həcmi 25% azalır. Əgər informasiyanın şəbəkədə ötürülmə sürəti saniyədə 5 megabit bölünsün saniyə olarsa, ilkin həcmi 60 megabayt olan faylı kodlaşdırdıqdan sonra neçə saniyə ötürərik? Deməli, bizim faylımızın ilkin həcmi 60 megabaytdır. Və biz bu faylı göndərməmişdən qabaq elə kodlaşdırırıq ki, onun həcmi 25% azalır. Onda gəlin bu ədədi əvvəla 25% azaldaq. 60 megabaytın 25%-ni tapanda 25%-i bunun 4də biridir. Ya da mən ümumi olaraq hesablayıram. Ədədi 25-ə vurub 100-ə bölürəm. Bu da bizə verir 15 megabayt. Yəni ilkin həcmi 60 megabayt olan bir faylı mən 25%, yəni 15 megabayt azaltmalıyam. Bu 60 megabaytdan 15 megabayt azaldanda nə qədər olur? İnformasiyanın həcmi olur 45 megabayt. İnformasiyanın həcmi olur 45 megabayt. Yəni 25% azaldandan sonra həcm olur bu qədər. İndi isə bunu deyir sürəti saniyədə 5 megabit olan bir şəbəkədə neçə saniyə ötürərsən? Belə olanda biz belə bir tənasüb qura bilərik. Şəbəkəmizdə 1 saniyədə əgər ötürmə sürəti 5 megabitdirsə, neçə saniyədə? 45 megabayt. Ya da elə birbaşa gəlib 45 megabaytı böləcəyik 5 megabitə. Belə olanda birbaşa bölə bilməzsiniz. Bunlar ilk öncə eyni ölçü vahidinə gətirilməlidir və sonra bir-birinə bölünməlidir. 45 megabaytı birinci növbədə megabitə çevirəcəm. Megabaytı megabitə çevirəndə artıq bunların ikisi də mega. Bunları biz belə edirdik də. Məsəl üçün, bax, gəlin bir qıraqda hesablayın. Bax, 45 megabayt neçə megabitdir? 45 olduğu kimi qalır. Bu mega ilə başlayır, bu da mega ilə başlayır. Burada hər hansı bir çevirmə yoxdur. Bunun sonu byte-la bitir, bunun sonu bitlə bitir. Biz bir dənə byte-dan bitə keçəcəyik. Yəni, byte-dan bitə keçəndə nə edirik? Sadəcə bu ədədi bir dənə 8-ə vurur. Və 45-i 8-ə vuranda neçə alınır? 360. Ona görə də biz bu 45 megabaytı megabitə çevirəndə bu 360
megabit edəcək. İndi bunu 5-ə bölürsən, eləyir Y variantı, 72 saniyə. Deməli, bizim şəbəkə bu informasiyanı 72 saniyə ərzində ötürə bilər. Bu nəzəri bir sualdır. Məsələnin kompüterdə həlli mərhələləri algoritm mövzusundadır. Birinci gəlir məsələnin qoyuluşu, yəni 1 ilə başlamalıdır. İkinci gəlir məsələnin analizi və tədqiqi 4 ilə davam edir. Sonra həll algoritmi yaradılırıq, sonra da onu proqramlaşdırma dilində təsvir edirik. Yəni 5, sonra 2. Axırda gəlir burada testləşdirmə və sazlama, bir də sonda nəticələrin analizi və tədqiqi. Yenə də ikili say sistemindən onluq say sisteminə çevirəndə yenə də üzərinə yazıram 0, 1, 2, 3, 4, 5. 1 vurulsun 2 üstü 5, 1 vurulsun 2 üstü 4, 1 vurulsun 2 üstü 3, sıfırlara vurmayacağım və sonda 1 vurulsun 2 üstü 0. 32, 16, 8, 1. Bilgəcə 57. Mühasibatlı proqramları, ən məşhurları Uyum, Birce, Smart, Günəş, nə bilim, Az Mühasib bu tipli proqramlardır. Burada 1-3-6 olacaq. Quark Express nəşriyyat proqramıdır. Quater Pro cədvəldir. Excel də cədvəldir. İnformasiya prosesləri 4 dənə idi bizdə. İnformasiyanın toplanılması, saxlanılması, emalı və ötürülməsi. Burada informasiyanın təzələnməsi deyilən bir şey yoxdur. İnformasiya xassələrində təzəlik, yenilik xassəsi var, amma proseslərində belə bir şey yoxdur. Növbəti sualımızda. Onluq say sistemində verilmiş bu ədədin yaddaşda tutduğu yerə ikili say sisteminin neçə simvolu uyğun gəlir? Birinci növbədə bu 32 ədədinin özünü 2 üstü 5 kimi yazıram və bunun da qüvvətində 4 var. 2 üstü 5, onun da qüvvətində 4 var. Belə olanda üstlər bir-birinə vurulur, alınır nə? 2 üstündə 20. Yəni, deməli, onluq say sistemində 2 üstü 20 ədədinin yaddaşda nə qədər yer tutduğunu tapmalıyıq. Onluq say sistemində ədədin yaddaşda nə qədər yer tutduğunu bilmək istəyirsənsə, onun özündən sonra gələn 2-nin qüvvətini götürməlisən. Məsələn, onluq say sistemində 32 ədədi tam-tamına 2 üstü 5 olsa belə, bu yaddaşda 6 bit yer tutur. Çünki bundan sonra gələn 2-nin qüvvəti 64-dür. Yəni, bu ədəd özü 2 üstü 5 olsa da, biz bundan sonrakına baxırıq. Bundan sonra 2 üstü 6, yəni 64 gəlirsə, bu 6 bitdir. İstənilən ədədin özündən sonra gələn 2-nin qüvvətinə baxırıq. Məsələn, 120 ədədi yaddaşda nə qədər yer tutur? Bundan sonrakına baxıram. Bundan sonra 128, yəni 2 üstü 7 gəldiyinə görə 7 bit. Bu ədədi yaddaşda 7 bit yer tutur. Və ya 16 ədədi yaddaşda nə qədər yer tutur? Əslində bu tam-tamına 2 üstü 4-dür, amma 5 bit. Çünki özündən sonrakı 2-nin qüvvətinə baxmaq lazımdır. Bundan sonra 32 gəldiyinə görə 5 bit. İndi onluq say sistemində 2 üstü 20 ədədi də yaddaşda 21 yer tutur, bit yer tutur. Çünki bundan sonra gələn 2-nin qüvvəti 2 üstü 21-dir. Ona görə bu ədəd yaddaşda 21 bit yer tutur. Bəs bu yerə ikili say sisteminin neçə simvol uyğun gəlir? Elə 21 dənə. Çünki ikili say sistemində hər simvol 1 bit yer tutur daxı. İkili say sistemində hər simvol 1 bit yer tutursa, bu yaddaş sahəsinə ikili say sisteminin elə 21 simvolu uyğun gəlir. Cavabımız D variantı. Neyman arxitekturasına görə kompüter iki yerə bölünürdü. Mərkəzi, bir də periferiya. Mərkəzi isə özü iki yerə bölünürdü. Biz demişdik ki, prosesor və bir də daxili yaddaş və prosesor idarə etmə qurğusu hesab məntiq qurğusundan ibarət idi. Daxili yaddaşda RAM və ROM.
Periferiya isə özü üç yerə bölünür. Daxil etmə, xaric etmə qurğuları, idarə etmə pultu, xarici yaddaş qurğuları. 2, 3 və 6. Və mərkəzi hissə ilə periferiya hissəsini əlaqələndirən isə sistem interfeysi idi. Hansı alqoritmin təsvir üsullarına aid deyil? Alqoritmin 4 təsvir forması var. Təbi dillə sözlə təsvir, blok sxemlərlə təsvir, pseudokod. Yəni bu iki belə deyək də sözlə təsvirlə alqoritmik dilin qarışığıdır. Bir də alqoritmik dil. Xətti isə alqoritmin struktur növüdür. Onun belə bir təsvir forması yoxdur. Utilitlərin içərisində drive space var idi. Space bilirsiniz ki, boşluq mənasını verir. Drive space diskdəki informasiyanı sıxaraq diskin informasiya tutumunu artırır. Yəni 1A variantıdır. Elə bir dənə bundan cavab çıxır. Scan disk, disk və disketdəki səhvləri tapır və aradan qaldırır. 2Y variantı. Disk defragmenterdə diskdə olan informasiyanı optimallaşdırırdı. Yəni bu nə mənaya gəlir? Diskdəki informasiyanı belə deyək də səliqəyə salır, bir yerə toplayır, yığcamlaşdırır, əlavə itkilərin qarşısını almaq məqsədi ilə. Ona görə də disk defragmenter informasiyanı optimallaşdırır və ya diskin bir tərəfinə toplayır. Uyğun cavabımız B variantıdır. 8 üstü 6 onluq ədədinin 16-lıq say sistemindəki təsvirinin 2 rəqəmi ilə bu ikilik ədədin cəmini onluq say sistemində göstərin. Birinci növbədə burada 8 ədədinin özünü 2 üstü 3 yazacağam və bunun da üstündə 6 varsa, üstlər bir-birinə vurulur və bu bizə verir 2 üstündə 18 ədədi. İndi biz bu ədədi 16-lıq say sisteminə necə çevirə bilərik? Biz bilirik ki, ədədi 16-lıq say sisteminə çevirəndə ədədi 16-ya bölmək lazımdır. Yəni, bu ədədi bölmək lazımdır 2 üstündə 4-ə, 16-ya. Biz də belə bir qısa yoldan istifadə edirik ki, zaten burada hər ikisində əsas 2-dir. Qüvvətləri bir-birindən hər dəfə çıxılacaq da, yəni 2 üstündə 18-i 2 üstündə 4-ə böləndə, məsələn, qalacaq sonra 2 üstündə 14. Sonra qalacaq, məsəl üçün, 2 üstündə 10, 2 üstündə 6. Hər dəfə üstlər bir-birindən çıxılacaq. Biz də qısa olsun deyə belə bir qayda deyirik. Yəni, bu ədədi 16-lıq say sisteminə çevirmək istəyiriksə, bunun üstündəki bu ədədi bölürük birbaşa 4-ə. Neçə dəfə tam bölünürsə, o qədər sıfır var. Məsəl üçün, 18 ədədini 4-ə böləndə 4 dəfə tam bölünürmü? Deməli, bizim 4 dənə sıfırımız var. Bəs bu ədəd nə ilə başlayır? Onda isə baxırsan qalığa. Bunu 4-ə böləndə 2 qalmır, qalıq. O zaman 2 üstü 2. Yəni qalığı 2-nin qüvvətində yaz. 2 üstü 2. Bu ədəd 4 ilə başlayır. Və ya məsələn başqa bir nümunə. 2 üstündə 21 ədədini çevirim 16-lıq. Gəlirəm rahat olsun deyə birbaşa və bunu bölürəm 4-ə. Bunu 4-ə böləndə neçə dəfə tam bölünür? O qədər sıfır var. 5 dəfə tam bölünmürmü? 5 dənə sıfırım var. Və qalıq nə qalır? 1. Onda bunu qoyursan 2-nin qüvvətinə. 2 üstü 1. Ədəd 2 ilə başlayacaq. Və ya bir dənə də nümunə yazıram. Məsələn, 2 üstündə 15. Bunu deyir çevir 16-lığa. Gəlirəm bu 15-i bölürəm 4-ə. 3 dəfə tam bölündüyünə görə 3 dənə sıfır var. Elə qalıq da 3 qalırsa, o zaman 2 üstü 3 ədəd 8 ilə başlayacaq. Yəni 16-lığa biz bu rahat yolla çevirə bilərik. Bu 2-nin qüvvətindəki ədədi 4-ə böləcəksən, neçə dəfə tam bölünürsə o qədər sıfır var. Və bu ədədin nə ilə başladığını tapmaq istəyirsənsə, onda qalığa baxırsan. Qalıq nə qalırsa, onu 2-nin qüvvətində yazıram. 2 üstü 2 ədəd 4 ilə başlayacaq. Uzun sözün qısası. Bu ədədi biz 16-lıq say sisteminə çevirdik və bunun ilk rəqəmi 4 alındı. Yazdım bir qırağa. Bir də bu ədədi onluğa çevirib toplamağım lazımdır. Bu ədədi də onluğa çevirəndə üstünə yazıram. 0, 1, 2, 3, 4.
Bir vurulsun 2 üstü 4. Sıfıra vurmayacağım. Bir vurulsun 2 üstü 2. Bir vurulsun 2 üstü bir. Bir vurulsun 2 üstü sıfır. Beraberdir 23'e. Bunların cəmi bizə 23 verəcək. O zaman bu ədədin 16-lıq say sistemində təsvirindəki iki rəqəmlə bu ədədin onluq qarşılığını toplamalığımı istəyir. Mən də burada 4 ilə 23-ü toplayacağam. Cavab eləyəcək 27. Üçüncü nəsil elektron hesablama maşınlarına aid olan fikirləri soruşur. Alqoritmik dillərdən istifadə ilk dəfə ikinci nəsildə olmuşdu. Xarici yaddaş kimi maqnit disklər, bəli, bu üçüncü nəslə aiddir. Elə teleemal rejimi də. Amma böyük integral və çox böyük integral sxemlər dördüncü nəsildədir. Burada sadəcə integral sxemlər idi. Bir də multiproqram rejimi, bu da üçüncü nəslə aiddir. Ona görə də üçüncü nəslə aid olanlar burada bax bunlardır. Printerin çap sürəti saniyədə 1 kilobayt təşkil edir. Bu qalsın bir qırağa. Əvvəlcə mən burada informasiyanın həcmini hesablamağım üçün 4S qaydasından istifadə edəcəm. Yəni, sətirlərin sayını, simvolların sayını, səhifələrin sayını və standartı bir-birinə vuracam. Bir-birinə vurub informasiyanın həcmini tapandan sonra, ondan sonra printerə gələcəm burada. Məsələnin ilk hissəsinə sonda baxacam. Sətirlərin sayı 48-dirsə, mən bunu 3 vurulsun 16 kimi yaza bilərəm. Standartımız Unicode-sa, Unicode-da 2 bayta vuracam. 32 simvoldursa, bunun əvəzinə qoyuram 2 üstü 5. 25 səhifədirsə, bu olduğu kimi qalır. Bərabərdir. 2-nin qüvvətləri edir 2 üstündə 10 vurulsun. Bu özü də 2 üstü 1-dir də. Toplananda 2 üstü 10 vurulsun 75. Amma bu baytlandır. İndi biz bunu baytdan nəyə çevirməliyik? Kilobayta. Biz bilirik ki, ölçü vahidlərində elə baytdan sonra kilobayt gəlir. Baytdan kilobayta keçmək üçün ədədi 210-a bölmək lazımdır. Çünki bunların arasındakı fərq 210-dur. Bu ədədi bölürəm 210. Böləndə bununla bu ixtisar gedir, qalır 75 kilobayt. Deməli, burada informasiyanın həcmi 75 kilobaytdır. İndi printerin sürəti də 1 kilobaytdırsa, bunları bir-birinə bölməlisən. Yəni, və ya tənasüblə yaza bilərsən. Printer 1 saniyədə 1 kilobaytı çap edə bilirsə, neçə saniyədə 75 kilobaytı çap edə bilər? Elə, cavab 75 edəcək. Bir-birinə çarpaz vuranda x bərabərdir 75 olur. Yəni, bu 75 kilobayt informasiyanı printer elə 75 saniyədə çap edə bilər. A-nın qiyməti 150-dir, B-nin qiyməti 100-dür. Deyir, bu işarə fərqlilik işarəsidir və biz burada A dəyişəninin son qiymətini tapmalıyıq. Gəlirəm birinci şərt blokuna. A B-dən fərqlidirmi? Hə. Düşürəm burada aşağıya. A B-dən kiçikdirmi? Yox. Çünki A B-dən böyükdür də. Yoxa gedirəm burada. Burada deyir ki, A-nın yeni qiymətini hesablamaq üçün A-dan B-ni çıx. 150-dən 100-ü çıxanda bundan sonra A-nın qiyməti olacaq 50. Gəldim buradan təzədən bura. Yenidən qayıtdım şərt bloka. Yenə də bu şərti yoxlayacağam. A B-dən fərqlidirmi? Yenə də hə. Hə desə düşürəm aşağıya. İndi A B-dən kiçikdirmi? Artıq hə. Çünki A-mız 50-dir təzə qiyməti. B isə hələ də 100-dür. O zaman həyə tərəf gedəndə deyir, indi B-ni tapmaq üçün B-dən A-na çıx. 100-dən 50-ni çıxanda B də olacaq 50. İndi təzədən qayıdıb bu şərt blokuna gəlib çatanda, bu səfər bu şərti yoxlayıram. A B-dən fərqlidirmi? Yox. Çünki ikisi də eyni qiyməti aldı. Eyni qiyməti aldısa, A-nın da B-nin də son qiyməti 50-yə bərabərdir. Sistem proqramlarına aid olanları soruşur. Sistem proqramlarına bu B variantı məsəl üçün aiddir. Çünki MS-DOS və Unix əməliyyat sistemidir.
7. WinAce və WinZip arxivatordur. Bu da bizdə sistem proqramının içərisində servis proqramlarına aiddir. Tətbiqi proqramlar istifadəçinin konkret işlərini yerinə yetirən proqramlardır. Məsələn, A variantı buna uyğundur. Çünki CorelDRAW qrafik redaktordur. Dilmaz da bizdə lüğət proqramlarında, tərcümə proqramlarında var idi. Ona görə də bu gedəcək hansına? 2-yə A. Həmçinin AutoCAD və Quater Pro. AutoCAD yenə də CAD sistemlərində, yəni qrafik hissəsində var idi, qrafik redaktorlarda var idi. Quater Pro da cədvəldə var idi. Y. Və son olaraq instrumentala da proqramlaşdırma dilləri, yəni D variantı uyğun gəlir.